deryaya. Bir dəfə bir yerdə sual elədilər. Dedilər ki, Allahı dəryadan kim çıxartdı? Bir məclis idi. Bir ruhani də əyləşmişdi. Ruhani acıqlandı o sual verənə, dedi ki, ay bala, əstəğfirullah de, Allah dəryaya düşmüşdü ki, onu dəryadan çıxardalar. Bizim tələbə yoldaşlarımızdan biri də əyləşmişdi. Dözə bilmədi. Mənə dedi, cavab ver. Dedim, yaxşı deyil məclisdir. Dedi, icazə olar, mən o sualın cavabını verim. Ruhani baxdı ona, dedi, ver ki, nə? Dedi ki, Allah hardadır? Deyə bilərsən yerdədir? Dedi, yox. Deyə bilərsən göydədir? Dedi, yox. Dedi, Allahın məkanı yoxdur ki. Allah la məkandır, məkansızdır. Yaradılışın hər yerində Allah hakimdir. Allah bir qüdrətdir ki, hər yerdə hakimdir. İnsanın qəlbi bir dəryadır. Allah hər kəsin o dəryasındadır. O zaman ki, insan Allahın buyurduğu qanunlarla yaşayır, paç yaşayır, təmiz yaşayır, təqvalı yaşayır, Allah qalır onun dəryasında. O zaman ki, insan hərama düşür, hərama gedir, həram qazanır, həram xərcləyir, həram yaşayır, Allah da onun dəryasından çıxar. Kim çıxardır? Ey könül, dünya nə lazımdır əgər canı olmasa? Sağlam canın olmasa, dünya sənin nəyə lazımdır? Elədir. Əgər insanın bir gün canından ağrı tutsa, ki canın ağrıyır, dünya malın tökələr gözün qabağında, gözün qabağında tük incəliyi qədər olmayacaq. Nəyə görə? Canın hayındasan, canın ağrıyır. Ey könül, dünya nə lazımdır əgər canı olmasa? Aşiqə rahatlıq olmaz. Vəsli canan olmasa, sevən qəlb rahat ola bilməz sevdiyinə yetişməyə. Al qabağın nəfsini, allatmasın şeytan səni. Nəfsin qabağını al. Heç kim aldanmaz əgər nəfs ilə şeytan olmasa. İnsanın nəfsin ki, şeytan aldı əlinə, onları biri-birindən ayırmaq çox çətin olacaq. Ona görə gərək qəlbini Allahın eşqi ilə o qədər doldurasan ki,